Rəsmi işləyən vətəndaşların maaşından hər ay pensiya fonduna tutulmalar edilir. Bu, gələcəkdə pensiya təminatı üçün nəzərdə tutulur. Lakin cəmiyyətdə tez-tez belə bir sual yaranır. Şəxs pensiya yaşına çatmadan vəfat edərsə, niyə ödədiyi vəsait ailəsinə qaytarılmır? İqtisadçı Kənan Quluzadə bildirir ki, bunun səbəbi pensiya sisteminin işləmə prinsipi ilə bağlıdır. Onun sözlərinə görə, əksər ölkələrdə pensiya sistemi paylanma modelinə əsaslanır. Bu modeldə işləyənlərin ödədiyi sığorta haqları şəxsi yığım kimi saxlanılmır. Hazırki pensiyaçıların pensiyalarının ödənilməsinə yönəldilir. İqtisadçı vurğulayır ki, bu sistem sosial həmrəylik üzərində qurulub. Pensiya yaşına çatan insanlar adətən aldıqları ümumi pensiya məbləği baxımından işlədikləri dövrdə ödədikləri sığorta haqlarından daha çox vəsait əldə edirlər. Bu fərq isə pensiya yaşına çatmadan vəfat edən şəxslərin ödədiyi vəsaitlər hesabına balanslaşdırılır. Kənan Quluzadənin sözlərinə görə, vaxtından əvvəl vəfat edən şəxslərin ödədiyi sığorta haqları ümumi fonda daxil olur və cari pensiyaların, əlillik ödənişlərinin, eləcə də sosial müavinətlərin maliyyələşdirilməsində istifadə edilir. Bu qədər böyük sosial yük yalnız kollektiv maliyyələşmə yolu ilə mümkündür. İqtisadçı əlavə edib ki, bəzi ölkələrdə yığım əsaslı pensiya sistemləri mövcud olsa da, bu modellər iqtisadi risklərə daha həssasdır. Məhz buna görə də bir çox ölkələr yenidən klassik sosial sığorta modelinə üstünlük verir. Nəticə olaraq pensiya sistemi fərdi mülkiyyət mexanizmi deyil, cəmiyyət daxilində risklərin bölüşdürüldüyü kollektiv sosial təminat modelidir.